Azərbaycan o ölkələrdəndir ki, əhlüsünnə deyəndə hədis əhli nəzərdə tutulur. Azərbaycan o ölkələrdəndir ki, Azərbaycanda əhlüsünnə deyəndə sələflər nəzərdə tutulur. Və belə ölkələr çox azdır. Bu o demək deyil ki, sələflər azdır, yox. Dünyanın şərqindən, qərbinə, şimaldan, cənuba elə bir ölkə tapmarsan ki, orada sələflər olmasın, əhlüsünnə vəl cəmaə hədis əhli olmasın. Amma biz bundan danışmırıq əhlüsünnətin olub-olmamasını. Biz bundan danışırıq ki, elə bir diyar ki, orada əhlüsünnə deyəndə məhz hədis əhli nəzərdə tutulur. Belə ölkələr çox azdır. Belə ölkələr bir Hindistandadır, Pakistan və Yemən əhli, bir neçə ölkə və bir də Azərbaycan. Azərbaycanda hətta təsəvvür edin, bidət əhlindən biri, məsələn bizdə deyirlər ki, məsələn ibarə var da, sünni şiə, əhlüsünnə, əhli-şiə. Deməli, etiraz edir. Deyir ki, siz Azərbaycanda ümumiyyətlə deməyin ki, əhlüsünnə və əhli-şiə. Siz deyin ki, sələflər və şiə. Yəni, onun anlayışına görə Azərbaycanda əhlüsünnə yoxdur. Çünki Azərbaycanda əhlüsünnə deyəndə yalnız kimlər nəzərdə tutulur? Sələflər. Yəni, təsəvvürlə bunu bidət əhli görür. Bunu bidət əhli etiraf edir. Bu böyük nemətdir. Və bu nemətin nə olduğunu mən deyəcəm. Məsələn, bugün xüsusən bu fıqh məsələlərdə ümumiyyətlə cəmaatı məzhəbçiliyə çağıran, kör təqlidə çağıran və s. qruplar ki var, yəni bunun tərəfdarı olanlar, onların ən əsas dəlilləri var, əsas bir çox dəlilləri var. O dəlillərdən birisi nədir? O dəlillərdən birisi budur ki, onlar deyirlər ki, siz əhlüsünnə, yəni siz sələflərin o iddiası ki var, yəni biz hansısa bir məzhəbi təqlid etmədən dinimizi yaşaya bilərik. Bu iddiadır. Nəzəriyyədə elə bir nəzəriyyədir ki, bunun tətbiqi yoxdur reallıqda. Azərbaycan o ölkələrdəndir ki, bunun tətbiqini göstərib və bura gətirmək istəyirdi. Və bu Yeməndə var və çox ölkələrdə var, əksər ölkələrdə, yəni sələflər var. Lakin söhbət ondan gedir ki, elə bir diyar ki, orada əhlüsünnə deyəndə məhz hədis əhli nəzərdə tutulsun. Məsələn, biz universitetdə olanda indi hər hansısa bir maddədə, fəndə, indi xüsusən də fıqh maddəsində və ya usul maddəsində yeni müəllimlər gələndə və ya məsciddə hansı şeyxlər, xüsusən də bu saud olmayan tələbələrdən soruşurlar ki, məsələn, sizin ölkədə bu əsas fıqh məzhəb, yəni cəmaat hansı fıqh məzhəbinin üzərindədir? İndi kimsə deyir, Misirdən olan Şafi, ola bilsin, o özü bəlkə də sırf Şafi məzhəbi üzərində getmir, amma ölkədə belədir vəziyyət. Kimsə deyir ki, mən, məsələn, Türkiyədəndir, deyir, Hənəfi və bizdən soruşanda, məsələn, sən qayıdıb deyirsən ki, bizdə əhlüsünnə məzhəbidir. Deyir, necə? Deyirəm ki, hədis əhlinin məzhəbi. Və çoxsu təəccüblənir. Hətta, yəni, məsələn, elə şeyxlər oldu ki, ümumiyyətlə inanmırdılar. Azərbaycan barədə, yəni, məlumatı olan və ola bilsin var, amma məlumatı azdır. Yəni, bugün təsəvvür edin, Azərbaycanda, əlhamdülillah, dəvətin əsası qoyulandan elə qoyulub ki, bugün Azərbaycanda bir çoxsunun xəyal zənn elədiyi, yəni bu elə bir nəzəriyyədir ki, bunun praktikada, yəni tətbiqi qeyri-mümkündür dediyi şeyi biz yaşayırıq, 10 illərdir yaşayırıq. Öz ibadətlərimizi necə tətbiq edirik, necə dəstəmaz alırıq, necə namaz qılırıq, necə oruz tuturuq, necə həcc edirik, necə qurban kəsirik, ticari məsələləri necə qururuq, bunu necə edirik? Sırf Şafi məzhəbi üzərində, Həmbəli məzhəbi üzərində, yox. Biz bu nemətin üzərindəyik və bizi bu nemətə qovuşduran Allaha həmd olsun və bu kimin sayəsində olub? Həmin o alimlərin sayəsində. Şeyx Albaninin, Şeyx İbn Bəz, Şeyx Muqbil, Şeyx İbn Useymin kimi alimlərin sayəsində olub.